Şənbə söhbətləri, ədəbiyyat almanaxı. Salamlayıram sizi əziz dinləyicilərim. Bugün Şənbə söhbətləri ədəbiyyat almanaxı verilişində yazı masası rubrikamızın daha bir qonağı ilə sizi tanış edəcəyik. Şair Zaur Rəxşan. Zaur Rəxşan eyni zamanda prezident təqaüdçüsüdür. Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin katibidir və bir çox festival və müsabiqələr laureatıdır. Bugün studiyamızda qonaqdır. Biz Zaur Rəxşanı salamlayırıq. Yazı masası. Zaur, xoş gəlmisiniz və istərdim ki, yaradıcılıq barəsində danışaq. Bizim ənənəvi suallarımız var. Onlardan biri də hal-hazırda yazı masanızda nə var? Son nailiyyətləriniz, yəni bu o demək deyil ki, bu dəqiqə nə üzərində işləyirsiniz. Son nailiyyətləriniz, son kitabınız və son uğurlarınız barədə bizə danışardınız. Çox sağ olun ki, dəvət eləmisiniz. Son kitabım keçən il dərc olundu. Noyabrın 10-na təsadüf elədi. Ad günümə hədiyyə kimi oldu bu kitab. Getməyə gəldim atlayıb. İndi iki böyük bir əsər qoymuşam qarşıma. Onların üstündə işləyirəm. Biri romandır, biri də poemadır. Mən bilirəm ki, siz qəzəl janrında şeirlər yazırsınız uşaq çağlarından. Bilirəm də ki, siz roman da yazırsınız. Sizin ikinci kitabınız Alyaska kabusu nəsr əsəri idi və mən hər iki kitabınızın təqdimatını iştirak etmişəm və ilk kitabınız mənim yadımdadır, Sən olmayanda kitabı və istərdim ki, sizdən olan da bir şeir nümunəsini həm hər iki kitabda bu yerləşdirilib, son qəzəl kitabınızda da var. O nümunəni dinləyicilərimizin nəzərinə çatdıraq. Canım gedər əldən mənə cananə gəlincə, canan da ki gəlməz mənə, mən canə gəlincə. Hərdən belədir, yar gəlincə ölürəm mən, bağrım yarılır o məni nalanə gəlincə. Bəlkə hələ min naz ilə evdən çıxır indi, ömrüm gedəcək sərvi xuramanə gəlincə. Bir zəng də belə eyləməyir ki, bilim halım, yəqin ki, edər zəngi o vicdanə gəlincə. Yalnız bu səbəbdən məni hirsim boğur, amma rahat oluram gözləri məstanə gəlincə. Zənnimcə onun bir işi vardı, gələ bilmir. Mütləq gələcək işləri səhmanə gəlincə. Mey ver mənə saqi, nə olar sən də yubanma, yoxsa ölərəm qarşıma peymanə gəlincə. Bəxtsizdir ki, Rəxşan işi getmir asan, hətta dərya quruyur növbə bu insana gəlincə. Yazı masası. Erkən yaşlarında yazılmış bir qəzəldir. Bilirəm ki, daha gözəl, daha püxtələşmiş əsərləriniz var, amma çox sevdiyim bir qəzəl olduğu üçün ifa etdim və mən bilirəm ki, sizin ədəbiyyatda öz yolunuz, öz yaradıcılıq düşüncələriniz var, özünüzə məxsus. Bu həm bizim gözəl qəzəl janrı ilə bağlıdır. Siz həmişə o qəzəl janrının elə bir ki, arxasında dayanırsınız, yaradıcılığınızın o yolunu çox sevirsiniz, amma bir də var sizin nəsr tərəfiniz və nəsr tərəfinizdə daha çox bu film ssenarilərə bənzəyir. Elə bir sanki insanın gözünə film səhnələri gəlir və tamamilə ayrı-ayrı yollardır, tamamilə ayrı-ayrı düşüncələrdir və mən istədim bax bu barədə danışaq, bizim kitablarımız barədə danışaq. Düz buyurdunuz, şeirdə mənim poetik tərəfimdir. Yəni insan şeiri necə yazırsa özü də elə olur axı. Bəli. Şeiri nə qədər üsyankardırsa, deməli özü də o qədər üsyankardır. Nəsrdə isə insan bəzən, mənə görə, insan bəzən arzularını özü məsəl üçün Alyaska. Getməmişəm orada, olmamışam. Bəli. Amma qəhrəmanımı yolladım. Qəhrəmanım sanki özümdür. Başa düşdüm. O elənçinə. Şeirdə istər-istəməz özündə tələblər qoyursan, yaradıcılığında bir qəzəl yazırsan, o qəzəlin üstündə, çünki bunu sonra cəmiyyətə çıxardacağam. Bəli. Sabah deyilməsin ki, filan yerdə səhv var idi. Hansına daha çox belə çox yanaşırsınız, yəni belə incəliklə yanaşırsınız? Çox yəqin ki şeiriyyata. Daha çox şeiriyyata. Bəli, şeiriyyata. Və özünüzü şair kimi hiss edirsiniz. Bəli.
Sizin poeziyanızdan xəbərdaram və mən bilirəm ki, qiraətçilər də çox müraciət ediblər sizin şeirlərinizə və ən çox sizin yaradıcılığınızda məni cəlb edən sizin ithaflarınız, nəzirələrinizdir. Siz bizim klassik şairlərimizə ithaflar etmisiniz. Siz dünyadan köçən şairlərimizə ithaflar etmisiniz. Sevilən şairlərimizə nəzirələr yazmısınız. Və yəni qəzəlləri ilə böyüdüyümüz duhalarımıza nəzirələr yazmısınız və bu cəsarəti özünüzə tapmısınız erkən yaşlarında. Mən həmişə maraqlanırdım ki, necə olur ki, Zaur Rəxşan o cəsarəti özündə tapır. Əslində hər dəfə beləsinə olub, sözün Fikir Sadığa da yazdığım bir ithaf var, yaxud da təxmislər var, təzminlər olur. Mən onları başlayanda yazmağa deyirəm ki, mən bacarmayacağam. İstər-istəməz. Artıq yazandan sonra özümə də mən yazdım bunları. O bizdən asılıdır, o bir camdır. İnsanın ruhu sanki bir camdır. Ora damla Allahdan o təb tökülür, süzülür. O dolub daşanda artıq istədiyimiz o halı götürüb gəlirik. Yazı masası. Bizim rubrikamızın adı Yazı masasıdır və mən yazıçı şair ailəsində doğulub böyümüşəm və bilirəm ki, elə şairlər iki hissəyə bölünür. Biri mənim kimi heç bir yazı masası, yəni olmayan, yalnız yazan hardasa, məsələn, yazan fikirlərində, bir də var özündən qarşı olan tələbkar. Məsələn, o mənim yəni ailəmdə də olub. Mən bilirəm ki, sizin çox geniş kitabxananız var, çox gözəl yazı masanız var. Mən bunu görmüşəm və həmin o mühit ki siz özünüz üçün orada yaratmısınız, o sizin yaradıcılıq dünyanızdır. Mən bunu sizin yəni hətta videolarda, şəkillərdə mən bunları görmüşəm və çox maraqlıdır. Bax, bu həm özünə tənqid, həm özünü bu cür mühiti yaratmaq və özünü doğrudan da şair kimi, yazıcı kimi hiss etmək nə cür hissdir? Çünki bizə gənclər də baxır. Bu işə başlayanlar, bu yola çıxmağa başlayanlar da baxır. Və bu nə cür hissdir? Bunu necə puxtələşdirmək olar? Vacib yolu budurmu? İlla ki olmalıdır, məsələn, bunun bir yaradıcılıq mühiti, yoxsa elə təbii düşüncəsi, duyğuları bəs edir? Xeyr, təb, düşüncə, duyğular tam bəs etmir. Birinci mütaliə lazımdır. Mütaliə olandan sonra, şeir yaranandan sonra bir yol göstərən, yəni ustad. O necə ki bir fidan ağac əkilir, əgər onun yanına bir taxta çubuğu bastırmasın, o sağa, sola külək onu əyəcək və eləçinə gedəcək, kötü halına gələcək. Amma düz bastıranda, çubuq bastıranda o düz gedir. Ustad da tələbənin və yaxud da yeni bir başlayan şairin mi deyim, hər bir sənətin bir yol göstərənidir. O yol göstərəldə o düz gedir və əsasən də mütaliələr, otaqların olması, yəni iş otağı masası, əlləliyə belə deyil, ola da bilir, bəli. Şəxsən Əliağa Vahidin masası yox idi, hətta kinosunda belə deyil. Əsas insanın, yəni bir gözəl şairlərimiz var bizim, məsələn, onların heç şəraiti olubmu? Heç olmayıb. Yəni məhbus vaxtı yazıblar, hansı vəziyyətdə yazıblar? Mən həmişə o şairlərimizi gözümüzün önünə gətirirəm. 37-də qurbanı gedən şairlər. İnanın ki, deyim sizə, mən o otaqda oturub nəsə yazmışam, xeyr. Bizim yazılarımız gözləyəndə, yolda, istər-istəməz. Sadəcə olaraq o dünyanı özünüz üçün yaratmısınız, ona sizin ehtiyacınız olur. Mən başa düşürəm bütün bunları və çox istərdim ki, siz özünüz də öz sevdiyiniz və indiki, mən indi sizin bir 15 il əvvəl yazdığınız, lap gənc ikən yazdığınız qəzəldən nümunə gətirdim. Çox istərdim, bax, indiki dövrdə, bax, son kitabınızdan, son qəzəlinizdən birini bizim üçün ifa edəsiniz. Buyurun. Bir söz ilə ifadə olunmaz kədərim var. Güş eylə bilərsən nələrim yox, nələrim var. Tənha deyiləm ki, bu qədər dərdin içində hər bir acımı paylaşacaq göy xəzərim var. Göz dalğaların rəqsinə baxmaqda olarkən ruhən o xəyal aləminə hal səfərim var. Məhbusu deyil qəlb daha cism adlı qəfəsdə, şeytani olan nəfsimi yıxmış zəfərim var. Dost cildinə girmiş neçə xain kəsə qarşı, Allah qorusun kəlməsi tək bir çəpərim var. İnsanlara vəhdət evin inşa eləmək üçün zalimliyə qarşı duracaq söz sipərim var. Dünya evinə şölə saçan şəmsi misalı, eşq nuru səpən qəlblərə şeirim, əsərim var.
Rəxşan, mənə bənzərdi Bakım öz havasıyla. Sərt olduğu tək incə küləklər şəhərim var. Çox təşəkkür edirik ki, çağırdınız. Var olun. Çox şad oluram ki, bizim yazı masası rubrikamızın bu cür gözəl, yəni qələm sahibləri qonağı olur. Yazı masası rubrikasında bizim qonağımız Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin katibi, prezident təqaüdçüsü Zaur Rəxşan idi. Verilişi sizin üçün hazırladılar müəllif Aysel Fikrət, rejissor Anar Məmmədov. Gəzdikcə o qədim dar küçələri, keçmiş günlərimə aparır məni. İlk sevgim canlanır gözüm önündə, həsrətin içindən qoparır məni. Sakitcə gəzərdik gör yağışında, islanmış köksümün hər qarışında. Əksimiz həkk olan nəmli daşında, yenə var izimiz, yenə var izimiz. Can Bakım mənim, küləklər susmayın, əsin siz yenə, əsin o sevgimi qaytarın mənə. Darıxır ürəyim, darıxır yenə o sənli günlər çanağında. Darıxır Bakıda bizim üçün yaman, gözləyir səssizcə bizi hər zaman. Bürüyüb dörd yanım onun şən duman, kədərə qərq olub şən Bakım mənim. Xəzərdə keçmişin xəyalı ilə coşaraq həsrətim gətirir dilə. İçinin yanğısın deyir sahilə, durmadan çırpılan dalğalarıyla. İstərəm qayıtsın o günlər geri, sevgimiz yox etsin acı kədəri. Küləklər soğursun bütün dərdləri, sevinsin üzümüz, sevinsin üzümüz. Can Bakım mənim. Gəzərdik gör yağışında, islanmış köksümün hər qarışında. Əksimiz həkk olan nəmli daşında,
Yenə var izimiz, yenə var izimiz. Can Bakım mənim. Küləklər susmayın, əsin siz yenə. Əsin o sevgimi, qaytarın mənə. Darıxır ürəyim, darıxır yenə. O senli günler sorarında. Darıxır Bakıda bizim üçün yaman. Gözləyir səssizcə bizi hər zaman. Bürüyüb dörd yanı onun kənduna. Kədərə qərq olub şən Bakım mənim.